Salam, hər vaxtınız xeyir. Gəlin bugün biz sizinlə leksika bölməsinə aid olan 68-ci sualın izahına baxaq. Hansı sözlər haqqında verilən fikirlər doğrudur deyir. Doğru fikirlər seçməliyik. Deyir ki, yazılanlar iki variantlı leksik şəkilçi yoxdur. Baxın, iki variantlı leksik şəkilçi yoxdur deyirəm. Yazılanlar sözünü kök və şəkilçiyə ayırıram. Yazılanlar. Leksik şəkilçi deyir burada. Yazmaqdan yazı, yazmaqdan yazılan, yazıanlar. Bir dənə leksik şəkilçimiz var. Deyir ki, iki variantlı leksik şəkilçi yoxdur. Bəli, yoxdur. Çünki ıl üstü 4 şəkilçisi sözün adından da göründüyü kimi 4 variantlı şəkilçidir. Yəni iki variantlı şəkilçi deyil. Ümumiyyətlə yadda saxlayın ki, feildən feil düzəldən şəkilçilərin hamısı 4 variantlı şəkilçilərdir. Bu bizdə doğru cavabdır. İkinciyə baxıram. Deyir ki, rastlaşmaq sözdə yalnız bir leksik şəkilçi var. Yazıram rastlaşmaq sözünü. Üzr istəyirəm bir dəqiqə. Rastlaşmaq. Baxın, rastlaşmaq. Bir dənə leksik şəkilçi var. Deməli, bu da bizdə doğru cavabdır. 1-2 olanları saxlayıram, digərləri atıram. 2 də bizdə doğru cavabdır. Deməli, 1-2 olanları saxlayıram, digərləri də atıram. Baxıram 3-cüyə. Deyir ki, alovlamaq sözdə 2 leksik, bir qrammatik şəkilçi vardır. Hələ bunun üstündə təhlilləyəcəm. Alov, alovlanmaq. Deyir ki, 2 dənə leksik şəkilçi var, bir dənə qrammatik şəkilçi var. Bu yanlışdır, çünki burada olan hələ bir dənə leksik şəkilçidir. O da lan üstü 2 şəkilçisi. Baxıram 4-cüyə. Vərəqə həm sadə, həm düzəltmə söz kimi düşünmək olar. Bəli, bu doğru cavabdır. Denən niyə? Çünki vərəqə sözü həm vərəqə, yönlük halında vərəqə yazacağam. Nəyə yazacağam vərəqə? Biz bilirik ki, alman mənşəli sözlərdə saitlə başlanan şəkilçi əlavə eləyəndə, əgər sözün sözü q ilə bitirsə, saitlə başlanan şəkilçi əlavə olunduğunda orada heç bir dəyişiklik baş vermirdi. Bunu həm yönlük halda düşə bilərəm, həm də ki, məsələn, düzəltmə söz kimi anket vərəqəsi kimi düşünə bilərəm. Yəni, bu anlamda düşünə bilərəm. Ona görə də bu da doğru cavabdır. Baxıram 5-ciyə, az-maz. Zərf kimi işlənsə də, deyir, say kimi işlənə bilməyən mürəkkəb sözdür. Ümumiyyətlə, yadda saxlayın ki, az-maz sözü say kimi də işlənə bilər. Məsələn, az-maz insan gəlmişdi. Bunu mən say kimi də düşünə bilərəm. Ona görə də 5-də yanlış cavabdır. Bunu da atıram. Avtomatik cavabımız 1, 2, 4. Sağ olun, salamat qalın. Gələn videolarda görüşünədək.